şəhidlik arzusu var. Şəhidlik arzusu o qədər rəhmətə qərq olursan ki, deyirsən ki, sual, məsələn, sən birinin ana adamdan sorğu-sual eləməz elədir. Filan şey niyə filan şey niyə? Ədalət vadar edir də Allah sorğu-sual eləsin. Sən mərhəmətə o qədər qərq olursan, deyirsən sorğu-sual belə soyuqluq qoxusu verir deyə, sən Allah məndən soruşma. Məndən heç nə soruş. Deyir, necə soruşma? Onun mexanizmi şəhidliyidir. Adam şəhid, bilirsən bu etiqad nə qədər şəhid istehsal edir? Şəhid ruhiyyəsi yaradır. Şəhidlər bir də buna görə şəhadət arzusu ilə yaşayır. Çünki rəhmətə sığınırlar. Deyirlər, nə qəbirdə hesab istəyirəm, nə qəbirdən, heç məndən soruşma, xahiş edirəm. Ona necə nail ola bilərəm? Ona şəhadətlə, şəhidliklə.